Maç barədə qısa fikirlərim. Çox keyfiyyətli komandaya qarşı oynadı. Biz də bilirdik ki, bizə çox çətin olacaq. Çünki bizə topla möhtəşəm komandadır, oyunçular da. Biz çalışdıq ki, müdafiədə sıx oynayaq, qoymayaq ki, onlara rahat olsun. Və birinci taymda yaxşı alınırdı. Az şanslı, yenə də keyfiyyətli, Mbappé'nin keyfiyyətinə görə çox rahat bəzən keçirdi bizi. Çalışırdıq, kontratak etdik, biraz alınmırdı. Ən böyük məncə problemimiz oldu ki, çıxa bilmədik kontrataka, çünki onlar əks hücumlarda bizi sırası qarşılayıb alırdılar topu çox vaxt. Yenə də vuruşduq, çalışdıq, maksimum, bəzən maksimum məncə bu idi, bugünkü oyunda. Bugün güc itkisi həddindən artıq oldu. Ukraynada qələbə qazanıb, nə dərəcədə çətinlik yaradacaq bizə? İnşallah biz bərpa eləyərik, oyuna hazırlaşarıq. Yenə də bilirik ki, yenə də Ukrayna da çox güclü rəqibdir. Çalışacaq ki, yaxşı hazırlaşaq ona. Ondan öncə biraz ictimaiyyətdə biraz azarkeşlərdə qorxu var idi, o faciəsinin təkrarlanması. Futbolçular arası risk altmasınız, ümumiyyətlə beyninizdən keçirdiniz həmin təhlükəni. Yox, onu düşünmürdük. Biz düşünürdük ki, necə biz oynaya bilərik, nətər bizə Ayxan müəllim bizə də çox güvənirdi. Biz də çalışırdıq onun istədiyin yerinə yetirək. Bəzən yaxşı alınırdı, bəzən alınmırdı. Əsasda biz bəzən mübarizələrdə çox, hücumda çox itirirdik. Amma yenə də bütün komandaya təşəkkür bildirmək istəyirəm. Çünki hamı vuruşdu, hamı çalışdı, maksimum əlindən gələn eləyək. Fernando Santos bugünkü oyunda olsaydı hesab neçə olardı? Mən bilmirəm, Allah. Fərqli olur. Allah bilir necə ola bilərdi. Yaxşı, pis, onu da bilmirik. Ayxan Abbasov nəyə dəyişdi? O bizi yaxşı tanıyır. Bizim hamının uşaqları yaxşı tanıyır. Çalışdı ki, birlik yaratsın. Bir ailə kimi olaq, daha yaxşı olaq. Məncə ilk oyunlarda onda yaxşı alınır. İndi çalışacaq ki, davam edək. Çünki yenə başqa rəqiblər də çox güclüdür. Sağ olun.